Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Deməli, bugün biz sizinlə 7 iyun imtahanının bəzi suallarına baxacağıq. Bu sualımız da çox rahat, HTML deməli kod fraqmentinə aid sualdır. Çox rahat suallardan biridir. Biz bilirik ki, OL təqi vasitəsilə biz OL təqi vasitəsilə biz nizamlanmış və yaxud da nömrələnmiş siyahı düzəldirik. U təqi vasitəsilə biz nə edirik? Altdan xətt çəkirik. İtalik, B isə qalın yazıdır. Deyir təyin etmə siyahısıdır. Xeyr, təyin etmə siyahısı deyil. Təyin etmə siyahısı DL təqi vasitəsilə yaradılır, bu deyil. Nömrələnmiş siyahıdır. Bəli, nömrələnib. Sonuncu elementi kursiv yazılıb. Xeyr, sonuncu elementi kursiv yazılmayıb. İkinci element və üçüncü element kursivdir. Bu getdi. Nişanlanmış siyahıdır. Xeyr, nişanlanmış siyahı UL təqi vasitəsilə yaradılır, deyil. Nömrələnmiş siyahıdırmı? Bəli. Sonuncu elementi qalın şriflə yazılıb? Bəli. B. Qalındır. Cavab D. Nişanlanmış siyahıdır? Xeyr. Asan, rahat suallardan biri idi. Digər suala baxaq. Aha. Könül, Həsən, Məryəm, Nailə, Simuzər, Tahir geyim mağazasından jaket, şalvar, palto, şərf və papaq aldılar. Məlumdur ki, hər kəs iki fərqli geyim alıb. Cəmi bir dənə şərf, iki dənə palto, iki dənə papaq, üç dənə jaket, bir dənə şalvar alınıb. Gəlin adları yazaq. Könül, Həsən, daha sonra Məryəm, daha sonra Nailə, daha sonra Simuzər və Tahir. Tahir. Və alıblar jaket, şalvar, palto, şərf, papaq. Deməli, onu da bura bir yerə qeyd edək. Nə da elə üstündə qalsın burada. Nəzərə alsaq ki, yer azlığıdır. Bu tərs necə etmək lazımdır, izah edim. Hər kəs iki fərqli geyim alıb. Deməli, bütün bunların hamısı 2-2 alıb. Yəni, içlərində biri 1 və yaxud biri 3 mal alınmayıbdır. Deməlidir ki, Məryəm bir dənə şalvar, bir dənə papaq alıb. Artıq Məryəm bir şalvar, bir papağı alıbdır. Məryəm bir şalvar, bir papaq alıb. Sonra deyir ki, Nailə və Sinüzərin aldıqları eyni, Könül və Həsənin aldıqları fərqlidir. Şərf alan qadındır və o palto da alıb. Deməli, şərf alan qadındır, o palto da alıbsa, bu ya Könüldür, ya Nailədir, ya Sinüzər. Şalvar alanların üçü qadın, biri isə kişidir. Həsən şalvar və palto almayıb. Deməli, Həsən şalvar və palto almayıb. Həsən buradadır. Bu nə şalvar, nə də palto almayıb. Baxın, belə bir kres qoyaq, almayıbdır. İndi baxaq. Üçü qadın, biri isə kişidir. Deyir, şalvar alanlardan üçü qadın, biri isə kişidir. Deməli, Həsən şalvar və palto almayıbsa, şalvarı alan Tahirdir. Şalvarı alan Tahirdir. Nailə ilə Simüzərin aldıqları eyni, Könül və Həsənin aldıqları fərqlidir. Şərf alan qadındır və o paltoda alıb. Deməli, Tahir şərf almayıb. Tahir şalvar alıbdır. Şərf almayıb. Tahir onda şərf almayıb. Həsən də şərf almayıb. Deməli, Həsən şərf, şalvar və palto almayıb. Həsən də 2 mal alacağına görə burada jaket, şalvar, palto, şərf və papaq. 5 dənə, 1, 2, 3, 4, 5, 5 dənə məhsul var. Bunun üçünü 100% əminik ki, Həsən almayıbdır. Həsən şalvar almayıb, Həsən şərf almayıb, Həsən palto almayıb. Deməli, Həsən jaket və papaq alıbdır. Həsən papaq və jaket alıb. Bəli, papaq və jaket alıb C.
Yəni belə yazaraq təyin edə bilərik. Daha sonra baxaq. 72 onluq ədədinin ikili say sistemindəki yazılışında sıfırların sayı birlərin sayından nə qədər çoxdur? Deməli, əziz şagirdlər, biz 72-ni 72-yə vurub aldığımız cavabı onluqdan ikiliyə keçirtmək vaxt etibarı ilə bizə sərf etmir. Yəni bu bizim üçün ideal seçim deyil, vaxtımızı çox aparar. Nəzərə alsaq ki, onluq say sistemində də qüvvətlərlə işləyirik və yaxud bölə-bölə gedirik. Hardasa etdiyimiz səhv, yəni bizim üçün uğurlu sayılmaz. Biz nə edirik? Biz 72-ni unutmayın əziz şagirdlər, istənilən ədədi istər toplama, istər çıxma ilə, ikisindən biri ilə 2-nin qüvvəti şəklində göstərə bilərik. Biz isə 72-ni 2 üstü 6 üstə gəlinsin 2 üstü 3-ün kvadratı şəklində göstərə bilərik. Yəni 64 üstə gəlinsin 8 kimi, kvadratı kimi. Deməli, artıq biz burada müxtəsər vurma düsturunu görürük. Müxtəsər vurma düsturu necə idi? A kvadrat üstə gəlsin 2AB üstə gəlsin B kvadrat. Deməli, A-nın yerində 2 üstü 6 durub. 2 üstü 6-nın kvadratı 2 üstü 12 üstə gəlinsin. B kvadrat 2AB, yəni 2 vurulsun 2 üstü 6 vurulsun 2 üstü 3. Bu isə bizə verir 2 üstü 10-u üstə gəlinsin B kvadrat, yəni 2 üstü 3-ün kvadratı. Bu isə bizə verir deməli 2 üstü 6-nı. Biz buradan görürük ki, ən böyük qüvvət deməli burada 12-dir. Əgər ən böyük qüvvət 12-dirsə, bu 13 rəqəmli ədəddir. 13 rəqəmli ədəddə 13 rəqəmli ədəddə 3 dənə 1 var, 10 dənə isə 0. Biz daha sürətli yanaşa bilərik. Deməli, 3, 1, 10, 0 belə yanaşa bilərik. Ya da belə bir açıq sizin üçün göstərim bunu. 2 üstü hansı ki qüvvətlər burada var, bu bizim üçün 1-i verir. Yoxdur, bu bizim üçün 0-ı verir. 2 üstü 12 var. 2 üstü 11 yoxdur. 10 var. 9, 8, 7 yoxdur. 6 var. 5, 4, 3, 2 və 1, 0 yoxdur. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Gördünüz, 13 rəqəmli ikili ədəd alındı. Bu zaman biz baxırıq. 2-nin ən böyük qüvvəti neçədir? Məsələn, 12. Üstə gəlinsin 1, 13 sayda burada ədəd rəqəm var. Deməli, bundan 1, 2, 3. Birlərin sayı 3-dür. Sıfırların sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-dur. 10 dənə isə sıfırların sayı var. Üzr istəyirəm, bu yerlərin səhv yazdım. 3-lərin deməli 1, 2, 3. Bizdə 3 dənə 1 var, 10 dənə 0 var. 0. Deməli, bizdən birlərin sayı ilə sıfırların sayının arasındakı fərq istəyir. 10 çıx 3 bizə 7 verir. Və yaxud da bunu etmədən sürətli necə edə bilərik? Ən böyük qüvvət, baxın, biz say sistemində bunu keçirik. 2 üstü 2 nə deməkdir? 1, arxasında 2 dənə 0. Yəni, bu 3 rəqəmli ədəd alındı. 3 rəqəmli, deməli, ən kiçik ikilik ədəd. 2 üstü 12, 1, arxasında 12 dənə rəqəm gedəcək yəni. Bu da 13 rəqəmli ədəd eləyir. 13 rəqəmli ədəddir. 1, 2, 3. Bunun 3 dənəsi əgər bizə 1 verirsə, 3 dənəsi bizə 1 verirsə, yerdə qalan 10-u isə bizə 0 verəcək. Bunu görmək buradan çox rahatdır. Bu da çox sadə, rahat suallardan biri idi. İndi gəlin alqoritmə baxaq. Bəli, alqoritm biraz
Digərlərinə nisbətən sizə çətin gələ bilər, lakin bunun da çox rahat həlli var. Deməli, necədir həll əziz şagirdlər? Baxın, baxırıq ki, n-in ilkin qiyməti 100-dür və n kiçik bərabərdir 100 olduğu müddətcə dövr davam edir. Dövr nə vaxt sonlanır? N böyükdür 100 olanda. Yəni n 100-dən sonra alacağı ilk qiymətdə dövrü tərk eləyir. Yəni n -100, 100 aralığında qiymət alır. Və hər dəfə S özündə nəyi saxlayır? N çıx 48-i. Bəs X özündə nəyi saxlayır? 79 çıxılsın N, vurulsun S. S nədir? S hər dəfə S özündə nəyi saxlayır? N çıx 48-i. Bu dövr davam etdiyi müddətcə X-in aldığı, baxın, X böyükdürmü sıfırdan? Hər qolunda K-nı bir vahid artırır. Bunun əks qolu X kiçik bərabərdir 0. Yəni X kiçik bərabər 0 olduğu zaman yox deyir və n-i artırıb öz işinə davam edir. Yəni siz yalnızca X müsbət qiymət alanda K-nı artırırsınız. O zaman biz bir ədəd oxu çəkərik. Ədəd oxunda X 100-dən, -100-dən, daha doğrusu n-i -100-dən 100-ə qədər qiymət alarkən nə edirik? Biz burada 0 nöqtəsini təyin edirik. 0-a getməsi üçün X-in, çünki biz mənfi və 0 və müsbətləri tapmalıyıq ki, müsbət olan qolda K bir vahid artsın. Biz ilk öncə sıfırları təyin edək. Sıfırımız deməli 49 və 48 və 79-dur. Biz bilirik ki, sıfırımız 48 və 79-dur. Hardan bilirik? Baxın, X-i sıfıra nə aparır? N-in yerinə 79 qoysam, bura olacaq 0, 0-ı nəyə vursam 0 olacaq. Burada isə n-in yerinə 48 qoysam, burada yenə bura 0-a gedəcək, 0-ı nəyə vursam 0 olacaq. Və mən artıq 0 nöqtəmi təyin etdim. İndi gəlirik mən müsbət intervalımı tapmağa. Çünki mənim yox qolum X kiçik bərabərdir 0-a gedir. Sıfırları tapdım, mənfiləri də tapıb çıxsam, yerdə nə qalacaq? Müsbətlər. Deməli, -100 parçasında mənim bu qiymətimi, baxın, bu yəni düsturumu deyək, mənfiyə nə aparır, müsbətə nə aparır tapaq. İntervalımızı çəkək, baxın. Biz buradan -148 aralığında bir ədəd götürək. İstənilən bir ədəd. Məsələn, 47. Əgər mən bura 79 çıx 47 vurulsun, 47 çıx 48 bu düstura qoysam yerinə, məni mənfi aparacaq. Çünki 47 çıx 48 mənə -1 verəcək. Mənfini nəyə vursam mənfi olacaq. Deməli, mənə bu interval lazım deyil. Bura məni mənfi aparır. Bu 48-79 arasında 48-in özünü götürə bilmərəm, çünki məni sıfıra aparan nöqtədir. 79-un özünü də götürə bilmərəm, məni sıfıra aparan nöqtədir. 48-dən sonra 49, 50, ürəyiniz istənilən bir rəqəmi qoya bilərsiniz. Məsələn, 50 götürək, 79 çıxılsın 50 mənə müsbət verəcək bura. 50 çıxılsın 48 bura mənə müsbət verəcək. Daha sonra 80, çünki artıq 79-dan sonra da 100-ə qədər aralıq var axı. Oradan da bir 80 götürürəm. 79 çıxılsın 80, bəli, mənə mənfi aparır. Onun üçün də mənfini nəyə vursam mənfi olacaq. Bura məni mənfi aparır. Ümumilikdə biz 48-i çıxmaq şərti ilə, çünki 48 məni sıfıra aparır, 49 və 79-u çıxmaq şərti ilə 78 parçasında, deməli, bu aralıq qiymətləri mənim bu düsturumu, deməli,
şagirdlər nəyə aparır? Müsbətə. Yəni K bir vahid artıb. Deməli mən 78-dən 49-u çıxıb e, 78-dən 49-u çıxıb üzərinə 1 gəlsəm, mən bu aralıqda yerləşən ədədlərin sayını taparam ki, hər dəfə bu ədədləri alanda K1 vahid artıb və K sıfırdan başlayıbdır. 78-dən 49-u çıxıram. Bilirsiniz ki, hər iki tərəf daxil olduğu zaman aralıqda yerləşən qiymətləri necə tapırıq? Böyükdən kiçiyi çıxırıq, üzərinə 1 əlavə edirik. 78-dən biz 49-u çıxanda 29 alınır, üzərinə 1 gələndə 30. Yəni cavabımız 30-dur. Əslində uzaqdan çətin görsənən çox rahat və həlli daha asan, daha tez başa gələn bir misal nümunəsidir. O qədər də çətin deyil, bəlkə biraz çətin gələ bilər sizə, lakin o qədər də çətin deyil. İndi gələk digər suala. İki müxtəlif ölçülü video fayl və informasiya həcmi 17 kilobayt olan bir ədəd mətn faylı birlikdə klaster ölçüsü 8 kilobayt olan diskdə 6 klaster yer tutur. Böyük həcmə malik video fayl diskdə neçə kilobayt yer tutar? Çox maraqlı suallardan biridir. Bizim iki müxtəlif ölçülü video faylımız var. Baxın. İki dənə video var. Bir dənə isə nəyimiz var? İki dənə videomuz, bir dənə deməli mətn faylımız var. Deməli biz sizinlə klasterdə keçəndə klaster mövzusunu, klasterin tutumunu, faylın diskdəki həcmi biz nə demişdik? Demişdik ki, bir klaster yalnız bir fayl üçündür. Çünki biz, baxın, klasterlər nömrələnib və biz faylı klasterə yazarkən həmən o nömrəyə yazmış oluruq. Və biz sabah bu X faylını çağırarkən yazdığımız klasterin nömrəsini çağırırıq. Məsələn, A. Biz A-nı çağırarkən A klasterində digər bir X, bir Y faylı olsa, o zaman klaster anlaya bilməyəcək ki, bu məndən X-ım istəyir, yoxsa Y-imi. Ona görə bir fayl yalnız bir klaster, yalnız bir faylındır. Və biz demişik ki, sizinlə keçərkən, əgər bizim diskdəki real faylımız diskdə klasterə tam bölünmüşsə, o zaman faylımızın real həcmi klasterdəki həcmindən kiçik olur. Məsələn, bizim klasterimiz 4 kilobaytlıqdır. Bizim faylımız isə 17 kilobaytdır. Biz bir klaster götürürük. Disk bizə bir klaster verir, ora 4 kilobayt yazırıq. Bizim hələ ki əlimizdə 13 kilobaytımız qalır faylımızdan. Bir dənə də 4 kilobayt verir. Bizim əlimizdə hələ ki 9 kilobaytımız qalır. Bir dənə də 4 kilobayt verir. Bizim əlimizdə 5 kilobaytımız qalır. Bir dənə də 4 kilobayt verir. Bizim əlimizdə 1 kilobayt qalır. Lakin bu 1 kilobayt üçün bizə verdiyi bu 4 kilobaytlıq klasteri bizə tam olaraq verir. Yəni bunun yarısını vermir. Bunun üçün bizim faylımız diskdə özünü artıq 17 kilobayt yox, 20 kilobayt kimi aparır. Yəni diskdəki həcmi olur 20 kilobayt. Bunu daha rahat tapmaq üçün biz 17-ni, yəni faylın həcmini bölürük klasterin tutumuna 4-ə. Bizdə alınır 4 tam, fərqi yoxdur nə qədər düşsün. Artıq 4 tamı keçibsə, 4,1, 4,1 fərqi yoxdur, 4,5 fərqi yoxdur. Artıq 4-ü keçibsə, deməli yuvarlaq olaraq biz 5 götürəcəyik. Çünki 4 klasteri tam doldurub, bir klasteri deməli yarı doldurub. Yenə də o klaster artıq bizimdir.
Deməli, klasterin sayı 5-dir. Klasterin sayını vursam klasterin tutumuna, mənim diskdəki faylımın diskdəki həcmini alıram. Aha, indi gəlin bu bildiklərimizi məsələmizin üzərində tətbiq edək. Baxaq görək, məsələ bizə nə verib, nə istəyir və biz nələrdən istifadə edərək bu məsələni həll edə bilərik. İki müxtəlif ölçülü video fayl. Deməli, bizim bir video faylımız X bilmirik nə qədərdir ölçüsü və bir dənə də video faylımız var. Bunun da Y ölçüsünü bilmirəm. Lakin mən həcmi 17 kilobayt olan bir ədəd mətn faylının olduğunu bilirəm. Bir ədəd mətn faylı var və bu 17 kilobaytdır. Deyir ki, mətn faylı birlikdə klasterin ölçüsü 8 kilobayt olan diskdə 6 klaster yer tutur. Deməli, mənim klasterimin ölçüsü 8 kilobaytdır. Klasterin sayı mənə disk 6 dənə klaster veribdir. Deməli 6 ədəd klaster veribsə və hər biri 8 kilobaytdırsa, deməli mənim faylım tam olaraq diskdə özünü 48 kilobayt kimi aparır. Və baxaq görək, bizim bu mətn faylımız özünü diskdə neçə kilobayt kimi aparır? Baxaq, əgər mənim mətn faylımın ölçüsü 17 kilobaytdırsa və klasterimin ölçüsü 8 kilobaytdırsa, 17-ni 8-ə böləndə məlumdur ki, bizdə tam bölə bilmirik deyə, biz 17-ni 8-ə bölərkən 2 tam yüzdə mində 125. Yəni artıq 2-ni keçdiyinə görə 2 klasteri tam doldurub, yerdə qalan klasterin deməli 0,100 mində 125%-ni doldurub. İndi neçə kilobayta düşər? Artıq biz onu hesablamaq bizə lazım deyil. Bilirik ki, ikisi tam dolub, biri yarımçıq. Deməli, mən bunu 3 klaster ondan almışam. Diskdən 3 klaster almışam. 3 dənə klaster almışam və hər klasterin ölçüsü 8 kilobayt idisə, mənim ümumi diskdə 24 kilobaytlıq bir mətn faylim kimi var. Yəni bu 24 kilobayt kimi aparır özünü. Artıq bura qədər bildik. Bu bizim üçün çox şey izah etdi. Deməli, mənim ümumi olaraq diskdə 48 kilobaytlıq, çünki 8 kilobaytlıq klasterdə 6 dənə idi. 48 kilobaytlıq məlumatım var diskdə. Bunun 24-ü mətnə düşür. 48-dən 24-ü çıxarkən mənim qalır 24 kilobaytlıq bir məlumatım. Yəni bu ikisinin həcmi 24 kilobaytdır diskdə ümumi olaraq. Və deyir ki, müxtəlif ölçüdədir. Video fayllar müxtəlif ölçüdədir. Ya məsələn X Y-dən böyükdür, ya da Y X-dan böyükdür. Hər bir şərti mənə demir hansının həcmi nə qədərdir. Sadəcə deyir ki, bunların içində ən böyüyü həcmi nə qədər ola bilər. Deməli, mənim baxın, 3 klasterim mətn faylına getdisə, ümumi də 6 dənə klasterim var idisə, əlimdə neçə klasterim qalıb? 3 ədəd. Düzdürmü? 3 ədəd klasterim var. Çünki 17-ni 8-ə bölərkən 2 tam, mində 125 aldım. Deməli, 3 klaster işlədib. 3 klaster işlədibsə, 6 dənə klasterim var idisə, bu 6-dan 3-ü çıxanda 3 dənə klasterim qaldı. Deməli, mənim 3 dənə klasterim var. 3 dənə klasterim. Hər biri 8 kilobaytdandır. Deməli, mənim hər hansısa bir video faylım birini tam tutub, digəri isə ikisini tutub. Ola bilər ki, bunu tam tutub, bunu yarı tutub. Ola bilər hər ikisini tam tutub. Fərqi yoxdur. Bunun 1 kilobaytını belə tutsa, bu fayl bu diskdə özünü tam olaraq 8 kilobayt kimi aparacaq bu klasterdə. Bunun üçün nəzərə alsaq ki, bir fayl üçün məcburən birini, digər fayl üçün məcburən ikisini ayırmalıyam. Ona görə də ən böyük olan, tutaq ki, X ən böyükdürsə Y-dən, deməli X 2 klaster tutub, Y 1 klaster. 2 klasterdə mənə birlikdə 16 kilobaytı vermiş olacaq.
çox rahatdır. Bəzi ola bilər çaşdırıcı nüanslar olsun, amma sual ümumilikdə bura qədər işlədiyimiz suallar çətinlik səviyyəsi orta səviyyədir. Yəni heç bir çətinliyi yoxdur. Daima işlədiyimiz tiplərdəndir. Sual olaraq da rahat sualdır. Gələn dəfə isə digər sualların izahında görüşənə qədər.